Salam, hər vaxtınız xeyir olsun əziz Dalğa FM dinləyiciləri və izləyiciləri. Siz bizim radiomuzda yayımlanan bütün verilişləri YouTube kanalımızdan da izləyə bilərsiniz. 92.5 FM-də Biznes İnciləri verilişinin növbəti buraxılışındayıq. Bugün studiyamızda elə bir qonaq var ki, o müasir təhsilə yeni yanaşma gətirən, gəncləri dəyişən dünyanın tələb etdiyi bilik və bacarıqlarla tanış edən bir xanımdır. Onun təsis etdiyi akademiya bugün innovasiya, texnologiya və analitik düşüncəni mərkəzə qoyan yeni bir nəsli formalaşdırır. Peşəkarlığı, idarə etmə qabiliyyəti və baxış bucağı ilə yeni dövrün qadın lider obrazını yaradan Aysel Gülməmmədovadır qonağımız. Xoş gəlmisiniz Aysel xanım. Çox sağ olun, təşəkkürlər. Mən həyatım boyu bir yerdə bu qədər tərif eşitməmişdim. Çox sağ olun. Bəli, bu ancaq Dalğa FM-də ola bilər. Çox zaman demirlər. Necəsiz? Yaxşı, sağ olun. Siz necəsiz? Çox sağ olun, təşəkkür edirik. Aysel xanım, biz sizi sosial şəbəkədən tanıyırıq, izləyirik, hətta gənc liderlər kimi, yəni sizə bir pərəstişimiz var. Biz istərdik sizi dinləyicilərimiz də bir dinləsin ki, Aysel Gülməmmədova kimdir? Harda təhsil alıb, necə gəlib və buyurun dinləyirik. Bakı Dizayn Akademiyasının qurucusu, həmçinin Sertport Azərbaycan şirkətinin qurucusu. Bakı Dizayn Akademiyası peşə təhsili verir, hansı ki, bu dəqiqə sadəcə lazım olan ən tələbatlı sahələr, IT, dizayn, marketinq sahələrində, data sahələrində peşə təhsili verir 5-6 aylıq. Hansı ki, belə deyək də bir universitetin əvəz edicisi kimi. Sertport Azərbaycan şirkəti isə eyni bu sahələrin beynəlxalq sertifikasiyasını və təlimlərini həyata keçirir. Kimlər üçündür ki, ya xaricə gedib işləmək istəyəcək, amma orada universitetə girməyə vaxtı yoxdur, zamanı yoxdur, onun əvəz edicisi kimi. Ya da ki, Azərbaycanda məsələn pozisiyasını artırmaq istəyir, rəqiblərdən belə deyək də qabağa düşmək istəyirsə, beynəlxalq sertifikasiyaya, ekspert imtahanlarına daxil olur. Bu şəkildə təhsil həyatım. Bəli. Əslində hər kəs kimi, məncə 99%imiz kimi ilk ixtisasım tamamilə fərqlidir öz sahəmdən. Bu tibbi biologiyadır. O vaxt belə bir şey var idi ki, belə deyək. Bakı Dövlət Universiteti. Bəli, Bakı Dövlət Universiteti. Tibb sahəsi var idi, biologiya müəllimliyi var idi, amma bir də bunun ortasında tibbi biologiya var idi. İndi yoxdur deyəsən. O məhkəmə, ekspertiza, analiz və s. bu istiqamət. Daha sonra ixtisası dəyişdim, Master of Business Administration, qiymətli kağızlar üzrə. Daha sonra Macaristanda Erasmus Plus layihəsi var idi. Build Your Business Career istiqaməti. Burada da marketing, biznes belə. Çox gözəl. Mənə maraqlı olan odur ki, hər bir insanın həyatında bir motivasiya mənbəyi olur. Bu ya ana olur, ya ata olur, ya gözəl çevrə olur, ya insanın özü. Siz məhz bu akademiyanı təsis eləyəndə nədən ilham aldınız? Niyə məhz bu müasir dövrün ixtisaslarına üz tutdunuz? Yəni əslində Bakı Dövlət Universiteti tamam fərqli bir ixtisas, fərqli bir ixtisasdan da fərqli bir ixtisasa keçid və sonda özünüzü məhz burada tapdınız. Necə oldu bu? Əslində bu ilk deyil, Bakı Dizayn Akademiyasından əvvəl açığı 3-4 digər təşəbbüs olubdu, ancaq onu yarıda saxlamışıq. Onun elə Bakı Dizayn Akademiyasında qalma səbəbimiz odur ki, bunun çox uğurlu olacağını gördük. O da necə? Tələbata görə. Yəni Azərbaycanda həqiqətən çox istedadlı gənclər var və çox yaxşı zövq var, iş bilmək var, iş bitiricilik, ambisiyalar var gənclər arasında. Amma bunu yönləndirəcək, buna istiqamət verəcək, bunu katalizator kimi də, gəlin bura 4 ay, 5 ay, 6 aya o istədiyiniz yola sizi yönləndiririk deyən bu istiqamətlər üzrə yer yox idi. Var idisə də az idi, çox az idi. Bu o deməkdir ki, hələ də tələbat var. Ona görə o istiqamətdə hal-hazırda açığı çoxdur. Azərbaycanda artıq 70-100-ə yaxın akademiya, tədris mərkəzi və s. var. Amma düşünürəm ki, belə deyək, əsas gənclər üçün üstünlük budur ki, İqtisadiyyat Nazirliyi və Təhsil Nazirliyi tərəfindən mərkəzə xüsusi təhsil lisenziyası verilir. Bu 70-100 akademiyadan 3-də 4-də var bu. Bakı Dizayn Akademiyasından məzun olan belə deyək də tələbələrin üstünlüyü, fərqi onda olur. İş tapmaqlarında, karyer həyatında Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyi tərəfindən təsdiqlənmiş mərkəzdən məzun olmaq. Bir də beynəlxalq sertifikasiya təbii ki. O imkanlar daha əlçatandır, daha aşağı qiymətədir. Bir xanım üçün əslində bu böyük bir təşəbbüsdür və böyük bir riskdir. Bizdə də verilişdə ən çox gələn sahibkarlara verdiyimiz suallardan biri budur ki, o gücü özünüzdə necə tapdınız? Birdən-birə, yəni təsisçi olmaq, akademiya yaratmaq, işçiləri idarə eləmək, komandanı. Çünki adicə biz
Müəyyən Bəli. yəni bilirsiniz də, yəni kiçik bizneslər var ki, orada 2 işçi olur. Heç 2 işçini idarə eləmək belə çətin olur. Bu boyda akademiya var və yetərincə də siz deyirsiniz ki, hətta bizi Təhsil Nazirliyi belə dəstəkləyir və hətta sizin səhv etmirəmsə sertifikatlar tanınır başqa ölkələrdə, yoxsa necə? Bəli, belə bir şey var ki, baxır hansı sahə üzrə. Məsəl üçün dizayn sahəsi üzrə əgər belə deyək, biz tamamilə proqramı dəyişdirib beynəlxalq uyğunlaşdırsaq proqrama, bu zaman yerliyə uyğun olmur. Ona görə onun ikisi də qalıb aktiv. Aha. Yerlidəkindən məzun olur da, sonra sadəcə az iş qalır onun üçün. Beynəlxalq təlimə hazırlaşır, sonra sertifikat verir. Amma rəqəmsal marketinqdə eyni, bitirən kimi verə bilər imkanı. Baxır sahələr hansı ki, yerlidə və xaricdə eynidirsə, onu birləşdirmişik. Gələk komandaya. Bəli. Komandada işçiləri necə seçirsiniz? Onlar artıq özləri də öz sahələri üzrə ixtisaslaşmış insanlardır, yoxsa gəlirlər, sizdə kurs keçirlər, siz özünüz onları Mənə elə ixtisaslaşdırırsınız? gəlir ki, bu necə ki balaca bir uşaq doğulur, onun böyüyənə qədər müəyyən mərhələlərdən keçir. Heç vaxt o 3 yaşında uşağa baxanda demək olmur ki, mən də necə özündə güc tapdı ki, o falan şey. Onun zamanla gəlir. O belə bir söz var, karvan yolda düzəlir. Bəli. Təbii ki, bəzi inqrediyentlər mütləq olmalıdır insan içində. Onu sonradan başa düşürsüz, amma başlayanda onu başa düşmürsüz və o gücü tapmırsan əslində. Sadəcə başqa variantın. Mən belə düşünürəm ki, ümumiyyətlə sahibkarlar üçün sıfırda nələrsə eləyib çox yaxşı bir yerlərə gəlib çatan insanlar var da, nümunələr xaricdə də var, Azərbaycanda da var. Onların həyatında mütləq nələrsə ki, çox tərs gedib ki, onun başqa şansı qalmayıb ki, bunu eləmək məcburiyyətindəyəm. O yoldan geri dönüş yoxdur. Budur. Olanda məncə o başlayır zehin düşünməyə ki, necə yol tapım, necə həll tapım. Normal üsullarla, komfort zonada mən həmişə deyirəm hər yerdə, potensial komfort zonada üzə çıxmır. Həyatı boyu ola bilməz. Bəli. Bir çətinlik baş verir, məsələn, çünki ondan çıxmaq 90% mümkün deyil. O çətinliyi vurun 10 qatına. O da heç mümkün deyil çıxmaq kimi. Orada insan inkişaf edir. Bəli. Level 1-dən level 2-yə karyera həyatımızda da. O vaxt atlayırıq ki, çox stressli, çox çətin, mümkün olmayan bir şeyi düşürük içinə, məcbur qalırıq. Necəsə anlıq gəlir, həll yolu. Onu həll edirsiniz, sonra keçirsiniz level 2-yə. Təşəbbüskarlar da, sahibkarlar da və ya karyerasında irəliləyənlər də məncə bu cür olur. Baxın, bu etap-etap olur. Mən belə düşünürəm. Bizim vaxtımızda, yəni belə deyək də, bizim uşaq vaxtlarımızda müəyyən bir ixtisaslar var ki, onlar məşhurdur. Belə deyək də, trendidir. Hamı istəyirdi uşağı müəllimə olsun, çox istəyirdi. Hə, bir etap oldu həkimliyə keçdi, bir etap oldu polis. Müəyyən, yəni ixtisaslar var ki, bu hər dövrün öz ixtisasları da, yəni valideyn öz övladını necə görür. Sonra bu oldu müəyyən zaman rəssamlıq, heykəltaraşlıq. İndi olub sizin təsisçi olduğunuz, yəni akademiyadakı ixtisaslar. Bunlardan danışın bizə və bizə hərəsindən detallı danışın ki, çünki müasir dövrün gəncləri və valideynləri bilmək istəyirlər ki, gələcəkdə uşaqlarını hansı ixtisasa yönləndirsinlər ki, onlar bu süni intellektə qurban olmayan ixtisas olsun və ya da ki, uzun ömürlü ixtisaslardan olsun ki, uşaqları o peşəyə yiyələnəndə sonra deməsinlər ki, artıq tələbat yoxdur, mən peşəmi dəyişirəm. Aydın. Çox əslində çox maraqlı sualdır və bu dəqiqə valideynlər belə dəyişibdir. Biz valideynlər belə deyək də, yaşı məsələn 50-60 yaş üzəri olan valideynləri biz deyirdik ki, artıq yeni sahələri yəqin ki, belə deyək də başa düşməzlər. Son vaxtlar dəyişib. Valideynlər daha yaxşı maraqlanır, daha çox gəlir, belə deyək, bizdə əslində 20 yaş üzəridir tələbə, normalda valideynlə gəlmir, amma valideynlər özləri təşəbbüs göstərir, maraqlanmaq istəyir. Gəlir dinləməyə, yenə də seçimi övladına buraxsa da. Süni intellekt axırdan başlayım, əvvələ gedim sualınıza. Süni intellektin toxunmayacağı sahə yoxdur onsuz da. Süni intellektə biz şey kimi baxmalıyıq. Bəli, bəzilərini ola bilər tamamilə sıradan çıxarda bilər. Məsələn, tamamilə sıradan çıxarmaq bu əl əməkləri ola bilər, dərzilər, ustalar. Amma müəyyən belə deyək, düşüncə gərəkdirən, zəka gərəkdirən, daha çox gərəkdirən sahələr dizayndır, marketinqdir, IT-dir, datadır. Bunlar sizcə dərzini ora aid eləmək olar. Siz dediniz, mən biraz düşündüm dərzi. Robot hər bir şeylə əlbəttə ki. Avtomatik. Ümumiyyətlə avtomatlaşdırma daha çox alacaq. Elə bir ki, varsa məsələn 100 sahə, onun bəli 20-sini tamamilə əvəz edəcək, amma bunun da yəqin bir regulationu olar da. Məsəl üçün belə bir fikirlər məntiqli olar ki, belə bir düşüncə məntiqli olar ki, həmin o adamlar axı işsiz qalacaq. Bəli. Həmin o işsiz qalan əhalinin belə deyək, təzminatı kimi o süni intellekt alətlərindən istifadə eləməyə haqq ödənmək. Yəni onu istifadə etmək üçün də ödəniş vermək. Bəli. Bu halda artıq bəli o ödənişi də təzədən əhaliyə qayıdır, regulation kimi də, təzminat kimi və ya
aylıq aldığı əmək haqqı kimi. Amma bəzi sahələri heç vaxt tam əvəzləməyəcək. Əksinə, süni intellekt, məsələn, mən marketoloqamsa, Bəli. mən süni intellekti bilməyən marketoloqamsa, onsuz da artıq mən yoxam bazarda. Onsuz da mən artıq əvəzlənmişəm. Amma süni intellekti bilən marketoloqamsa, bu həmişə davam edəcək və mən heç vaxt işsiz qalmayacağam. Əksinə, hətta artacaq. Rəqabət artacağı üçün mənə də tələbat artacaq. Hansı sahələrdir? Birinci başlayaq dizaynla. Qrafik dizayn, interyer dizayn və UX UI dizayn. Qrafik dizayn aydındır. Bizim gördüyümüz digitalda, sosial mediada, şirkətlərin loqolarından tutun, onların özünü ifadə etmək üçün vizual kommunikasiya, hər bir şey qrafik dizayndır. İnteryer dizayn məkanların iç dizaynıdır. Məktəbin, evin, villanın, bir binanın, Yaşayış obyektlərində. bəli, hava limanının, bütün obyektlərin içinin dizaynı interyerdir. Eksteriyer isə çölünün dizaynıdır. UX UI dizayn nədir? UX UI dizayn bu gün biz istifadə edirik də taksi applərindən və ya sifariş vermək üçün, ərzaq sifariş vermək üçün, Uber-də, Bolt-da addan çəkmək üçün, Instagram, Facebook və s. Bunların bütün hamısının görüntüsü, o applərin, yəni tətbiq etmələrin vizual görüntüsü UI-dır. Onların əl rahatlığı, mən xəritəni verimmi Boltun ilk girən səhvəyə, yoxsa onu sonra mı tapsınlar, ünvanı tapanda mən necə seçim, o rahatlığı verən isə UX-dir. Yəni bugün əgər taksi appi Uber rahat olmasaydı bizə, ondan istifadə də azalardı. Bəli. Ona görə istifadəçi rahatlığı və istifadəçi dizaynı. Bu ikisi UX UI dizayn gedir. Daha sonra belə bir sahə var, UX UI-yə yaxınlaşmışkən onu deyim, product owner. Azərbaycan dilində məhsul sahibi. Məhsul nədir? Elə Uber. Yəni rəqəmsal məhsul nəzərdə tutulur. Rəqəmsal məhsulun rəhbəri dedikdə həmin bu UX UI dizayn var komandada. Var analitik, biznes analitik, IT biznes. Var developer, onu kodlaşdırıb verməz axı. Var developerin işini yoxlayan QA. Mən sadə dildə deyirəm. Bəli. Sən biraz fərqlidir, tam bu mənada deyil. Bütün bu komandanın rəhbəri məhsul sahibidir. Yəni qərarları verən. Bazarda məsələn Uber-dən danışırıqsa, digər taksi applərini və taksidən istifadəçilərini, siz taksidən istifadə edirsinizsə, gəlir sizinlə intervyu eləyir. Bu UX tərəfi və qərarları verir məhsul sahibi. Belə sahələr hal-hazırda heç vaxt ölməyəcək. Gündən-günə hətta artacaq. Bizim belə deyək, böyük mərkəzlərdən, universitetlərdən, institutlardan fərqimiz odur ki, onlardan kiçik mərkəzlərin fərqi odur ki, kiçiklər daha belə deyək, proaktiv davrana bilir, daha sürətli qərarlar verə bilir. Biz bugün məsələn qərar verə bilirik bir günün içində ki, bu sahəni yığışdırın, bu sahəni gətirin. Yığışdırma səbəbiniz nədir? Tələbat azdırsa, bugün job search-dür, BOSAZ-dır, o elan saytlarında bizdə onun rübdə bir dəfə ölçümləndirilməsi gedir. Hansı sahələrdə ki, tələbat düşdü aşağı, biz niyə boşuna ora yetişdirək ki? O adam, çünki bizim rəqəmimiz o adam işə düzəldikcə artır. Biznesin həmişə mən demişəm ki, istər dövlət orqanlarında, istər fərqli də belə QHT versə, orada biznes marağı olmalıdır ki, o sahət daha çox inkişaf eləsin. Yəni kiminsə marağı olmasa, niyə özünü o qədər öldürsün, işləsin, niyə o qədər çalışsın? Əgər bu hədəfi yoxdursa ki, mən bunu eləsəm, bu gələcək mənə. Karyera yolunda da həmçinin bunu eləsəm, bu gələcəyi öncədən bilsəm, mən ora 2 günə çataram, 2 aya yox. Ona görə biznes sahələri, məsələn, digər ölkələrdən də söhbət gedir də, universitetlər, böyük müəssisələr bağlıdırlar harasa və ya onlar o qədər çevik hərəkət edə bilmir. Onların məsələn 100 müəllimi var, nə bilim 20 min tələbəsi var. Onlar bir qərar verməyi onlar üçün 1 ilə mal olur, amma bizi 1 günə. Ona görə trendi dərhal tutub dərhal tətbiq edə bilirik və bu da bizi qabağa atır. Balaca, belə deyək, bəlkə yaxşı nümunə olmaz. Biraz boyu balaca olan insana necə çevikdir. Hər yerdən keçə bilir, hər yerdən tullana bilir, hər şey eləyə bilir də. Amma boyu məsələn 2 metr olan insanlar o çevikliyi yoxdur və ya biraz çəkisi çətinlik çəkirlər. Sizdə bəs yaş həddi var? Məsələn, deyək ki, uşaq yaşlarından valideyn onda hansısa bir məsələn, uşaq var da, oğlan uşağıdır, maşınla oynayır, maşını sökür, dağıdır. Valideyn deyir ki, aha, bunu bəlkə robotexnikaya verək. Yəni valideyn də fikirləşir ki, bunu bir istiqamət alsın, bəlkə marağı olacaq. Və sizdə hansı yaş həddindən uşaqlara artıq bunu yəni keçilir? Yaş həddi 13-dür, 13 yaş və üzəri. Bunun da səbəbi nədir və niyə uşaq etmirik hal-hazırda?
Açığı biz 13 düşünməzdik, düşünərdik 18 eləyək bunu. Amma indiki 13-lər elə 18 qədər savadlı və bacarıqlı olduğuna görə məntiqən bunu salmışıq 13 yaşa. Z nəslidir də, bəlkə ona görə onlar çox çevik inkişaf edirlər. Məsəl üçün, hətta 2022-ci il idi səhv eləmirəmsə, biz 7 ildir fəaliyyətdəyik. 2022-ci ildə bir qrupda bir nəfər var idi 13 yaş, o təzə keçmişdi 13 yaşına. Babası gətirib aparırdı həmişə, oğlan idi. Və bir qalanı isə 25-26. O 6 ayın, 7 ayın sonunda o uşaq birinci oldu qrupda. İmtahan verilir hər ay bitirəndə ümumi. O birinci yerə seçildi. Maraqlıdır, niyə? Çox həvəsli, çox ambisiyalı və vaxtı da çox idi. Otururdu bütün gün işləyirdi, ev tapşırıqlarını bir verirdi, 5 hazırlayırdı müəllim bir verəndə. Niyə tamamilə uşaqlara keçmirik? İstiqamətləşmək və spesifikləşmək çox gözəl bir şeydir. Misal üçün deyə bilərsiniz ki, əgər çox gözəl bir şeysə spesifikləşmək, niyə sadəcə bir ixtisası fokuslanmırsınız? Dizayn. O qədər də spesifikləşmək 10 milyonla əhalisi olan bir şirkətdə ki, biznes üçün yaxşı deyil. Yəni biz yaşasaydıq hardasa əhalimiz olsaydı 70 milyon, o zaman sadəcə data və ya sadəcə marketinq, sadəcə dizayna fokuslanmağı mən şəxs olaraq belə deyək, daha üstün tutardım. Amma bu da pis deyil, çünki belə deyək də həm buna fokuslanmaq, həm bu uşaq yaşlarına fokusla o qədər artırsaq, biz bir balaca keyfiyyətdən ola bilər ki, düşə bilsin. Amma ayrıca bir qurum aça bilərsiniz ki, məsələn, sadəcə kidslər üçün o ola bilər. O effekt verəcək. Yəni balaca uşağa biz necə qrafik dizayn öyrədək, ona necə orada qrafik dizayn olmayacaq. Orada qrafik dizayn, onun hələ qrafik dizayn böyük adamlar üçündür ki, o artıq nə istədiyiniz, nədən zövq aldığını bilir. Balacalara hər tərəfli şeylər keçmək daha məntiqlidir. Var elə bir şeylər. Yəni mümkündür bunu eləmək. Proqram yaratmaq bəli, əlbəttə ki, mümkündür. Müəyyən qədər o kiçik ümumiyyətlə design thinking deyilən bir şey var, dizayn düşüncəsi. Müəyyən qədər ondan, müəyyən qədər yaradıcılıq, müəyyən qədər əl qabiliyyəti, müəyyən qədər data tərəf. Bunu hər şey keçmək lazımdır ki, bir proqramçı hər tərəfli. O özü qərar versin böyüyəndə ki, mən bunu keçmişdim bir dəfə, mənə çox maraqlı idi. Böyüklərə konkretdə, amma balaca uşaqlara qrafik dizayn deyə bir şey keçməyə ehtiyac yoxdur. Bilirsiniz nə maraqlıdır? Elə mən özüm də valideynəm, mənim özümə də maraqlıdır. Deyək ki, uşaqda, yəni yenə də deyirəm də bu dədə-baba sevgisindən doğan ixtisaslar var müasir ixtisaslar. Buna yenə data analitikadır, nə bilim süni intellektlə işləmə, kiber təhlükəsizlik və sair və ilaxır. Yəni yetərlidir. Biz uşağı gətirdik deyək, uşaq deyək, ya gənc deyək, gəldi. Orada bu ixtisasları özü necə o dilləri, məsələn, adi bir ətir alanda biz ona bir yəni iyini prob elib, test elib alırıq da. Biz bu ixtisasları uşaqlarımıza necə sevdirə bilərik erkən yaşlarından ki, uşaq qərar verə bilsin. Var sizdə belə bir şey, şans? Əvvəl valideynlər necə sevdirə bilərəm sualını verirdi. İndi bilsiz nə vermək lazımdır sanki? Uşaq bizə öyrədir ki, mən bunu sevəcəm, mənə bunu apar. Qəribə bir şəkildə uşaqlar daha yaxşı bilir bizdən ki, o nə istəyir və bazarı da müəyyən qədər yaxşı tanıyır. Bəli, əksikləri var indiki zamandakı uşaqların təşəbbüskar olmaq barədə, dözümlü, iradəli, əzmli. Burada sorunları var. Bunları valideyn öyrətsə bəsdir. Sahəni uşaq valideyn öyrədəcək ki, misal üçün, gəlir indi necədir? 13, 14, 15 yaşdakilərdən danışırıqsa əgər, gəlir deyir ki, göstərir bizə videonu ki, bunu görürsüz. Kaliforniyada filan yerdə şirkətlərin istehsal etdiyi bir animasiya filmidir. Mən bunu öyrənmək istəyirəm. Semafor var, blender var. Sizdə hansını keçirlər? Uşaq bizə bunu verir. Bunu valideyn bilmir axı. Valideyn az bilgilidir hal-hazırda. Az bilgisi ilə yönləndirsə daha səhv etmiş olur. Uşağa icazə vermək, uşağa özgüvən vermək indi daha məntiqlidir ki, sən bizə öyrət nə hansı daha şeydir. Amma bəli, valideyn bunu ala bilər ki, ümumi bazarda tələbatı olan sahələri seçmək ki, bu uşaq əgər Azərbaycanda yaşayırsa, Azərbaycanda işləyəcəksə, buna sabah tələbat olsun. Bu barədə mərkəzdən, Bakı Dizayn Akademiyasına da gələ bilər. Mərkəzin özündən orada konsultantlar olur, soruşur ki, tələbat nədir buna? İndi bizi dinləyirlər, dinləyicilər. Bəlkə elə uşaqlar var ki, elə çox az yaşlıdırlar, bağça yaşlıdırlar və yaxud da ki, hələ ki evladı yoxdur, amma fikir formalaşsın deyə. Gəlin hissə-hissə deyək. Məsələn, data analitika nə iş görür və nə öyrədir? Data analitikanın müsbət olduğu tərəflər odur ki, bugün ona ehtiyac olmayan şirkət yoxdur. Yerli, özəl, böyük, orta, kiçik. Bu əl verir sizə ki, sizin nə qədər də əgər gələcəkdə data analitiklər çoxalsa da sizə həmişə ehtiyac olacaq. Amma təbii ki, məsələn, əmək haqqısı barədə də yaxşı tərəflərindən, müsbət tərəflərindən sahənin biri budur.
Misal üçün data analitik nə edir bir şirkətdə? Azərbaycanda bu dəqiqə fintech, yəni bank sahələri daha Bəli. inkişaf edir, daha çox onlara investisiya ayrılır deyə onlar daha çox əməkdaş işə götürür. Ona görə bank sahəsində misal göstərim. Bir data analitik bank sahəsində olduqda müştəri məlumatlarını analiz eləyir və ya müştəri məlumatlarını analiz eləyir, oradan bankın da vizyonu, hədəfləri, məqsədləri, illik, rübli və s. onları öyrənir, ona uyğun məlumatlar çıxarır və o məlumatlar doğrultusunda da bank qərar verir. Növbəti ilin reklam kampaniyaları ola bilər, növbəti ilin layihələri ola bilər. Data analitiklərin olduğu, belə deyək də, komandadan, data şöbəsindən çıxan məlumatlarda əsasən qərar verir. Misal üçün bir Azərsel, Baksel kimi şirkətlərdə bir data analitik nə edə bilər? Tutaq ki, bir müştərinin bir dəqiqəsinə ayrılan büdcə budur. Mən yeni bir layihə düşünmüşəm, o büdcəni salıram filan şeyə. 1 milyon, 4 milyon, 10 milyon şirkət ona görə qazanc əldə edə bilər. Ona görə güclü, belə deyək də, biznes mindsetli data analitiklərə ehtiyac çoxdur. Məsələn, bir dondurma şirkətinə misal göstərək. Yayda əlbəttə ki, dondurmaların satışları sayı çoxalır da. Hər şey satışa xidmət edir bu arada. Dizayn da satışa xidmət edir, marketinq də satışa. Hər şey, bütün adını çəkdiyimiz sahələr əvvəllər ola bilər zövqə xitab eləyən var idi PR-a. İndi satışa xitab eləməyən sahə demək olar ki, yoxdur. Amma bir şey deyim sizə, bu satışa xitab edən sahələr, məsələn, dondurmadır, şokoladdır və s. və ilaxır. Amma məhz bu sahələri necə reklam edirlər? PR-ı necə olur? Hansı, yəni yöndə, sosial şəbəkədənmi? Nədən? Ən çox, yəni geri dönüşü hardan alırsınız? Artıq belə deyərdik ki, artıq ancaq sosial şəbəkələrdən. Əvvəllər bir 3 il əvvələ qədər, ona görə deyirəm ki, çeviklik önəmlidir, kiçik mərkəzi olmaq lazımdır, belə deyək. Anında qərar vermə. Anında qərar verirsən. Məsələn, bir il əvvəlki sahələrində olmaya bilər və ya silabus dəyişə bilər. Yəni marketinq, digital marketinqdə biz keçən il ayrı şey keçirdik, bu il ayrı şey və gələn ola bilsin təmiz ayrı şey. Bu eyni qala bilməz. Çünki sizin dediyiniz kimi çox qəşəng sual verirsiniz. Hansı ki, əvvəllər veb-sayt da var idi, məsələn SEO var idi. İndi SEO-dan istifadə edən azalıb. Mən belə deyib SEO şirkətləri şey eləmək istəmirəm, amma SEO-ların da bir istiqaməti azca dəyişibdi ki, rəqəmsala daha çox fokus olur insanlar. Bəli. Bəzi şeylər ömür boyu qalacaq, bəli, məsələn Google-da axtarışdır, nədir, amma dərəcələri artıb azala bilir. Bayaq dondurma demişdik, data analitik. Bir dondurma şirkəti, məsəl üçün yay aylarında təbii ki, satışları artır. Amma məsələn belə bir təcrübə yaşana bilər. Yay ayıdır, satışlar 2 dəfə artıbdır. Əgər o şirkətdə data analitik olmasa, o elə birbaşa ilə başa düşəcək ki, yəqin ki, yay ayıdır, ona görə artıb. Amma bir data analitik şirkətdə varsa, onun faydası budur ki, ola bilər ki, sizin düşünmədiyiniz bir səbəbdən artır o. Analiz eləyir, ora gələnlər hansı reklamı görüb gəlib və s. aydın olur ki, məsələn, mən Magnumamsa, mənim rəqib bir şirkətim sən demə bu yay əvvəlki illərdən 5 dəfə daha çox büdcə ayırdığı üçün. Onların rəqibim özünə reklamına daha çox büdcə ayırdığı üçün mənim də satışlarım artıb. Ona görə həmişə hər yayda 2 dəfə artırdı, bu il 3 dəfə artıb. Deməli, rəqib gözəl şeydir. Deməli, onun reklamından da yada düşmüşəm. Onun reklamından gəlirsə, hansı reklamından gəlir, analiz edir və bəlkə də o əks marketinq kampaniyası eləyəcək. Bir də varmı bu peşələrin ali məktəblərdə? Yəni, daha doğrusu bu ixtisasları ali məktəblərdə də var, yoxsa ancaq sizdədir? Yox, təbii ki, var, hər yerdə var. Amma dediyim kimi, kurikulum fərqlənir, daha çevik. Məsələn, süni intellekti bir gün içində əlavə elədik. Amma bunun böyük mərakəzlərə əlavə eləmək üçün bir il bəlkə də daha çox icazələr, bürokrasiya əgər varsa. Amma təbii ki, universitetlərin, institutların verdiyi çox böyük faydalar var. Onların verdiyi əlaqələr, networking və s. var. Düzdür, tədris mərkəzlərində onu verir. Elə bil ki, simulyasiyası kim ki, əgər qərardan və seçimdən asılıdır, 4 il vaxt ayırmaq istəmirsə, 6 aya mən sadəcə gedim, işləyim, 2x-da yaşamaq istəyirsə həyatı, onun üçün çox doğru seçimdir ki, heç ehtiyac yoxdur diploma və zaten təhsil mərkəzləri də sertifikat və sər verir. 6 ay deyir sizə, yəni bu hamıya şamil olunur, yoxsa elə uşaq var ki, 3 aya da bunu bitirə bilər və yaxud da ki, yəni o insana bağlıdır, yoxsa bu mütləq 6 aya bitir? Zaten intensiv olduğuna görə, yəni 4 il 6 ay eləmisiniz. Bunun da birazı intensivi keyfiyyətdən alacaq. Amma biznesə sərf edir ki, bunu sürətli eləsin əlbəttə ki. Məsəl üçün, amma 2 həftə qədər, 1 ay qədər də yox da. O, gərək bir gün ərzində onda 7 saat məşğul olsun, 6 saat məşğul olsun. Ondan effektivlik almaq olmur. O işləyə bilər, kənar bir fəaliyyət ola bilər. Həm də ki, adam ağlı sonradan sual gəlir axı. Sən bunu işləyirsən, tapşırığı verdin, amma biraz vaxtım olsaydı, mən bunun üzərine biraz düşünsəydim, daha başqa suallarla müəllimə gələrdim. Daha başqa şey bəlkə mənə öyrədərdi. Müəllim də həmçinin dərs sürətli belə qaça-qaça keçəndə o sonradan yadına düşür ki, mən bu misalı verərdim gərək. Ona görə normal vaxtlarında keçirik.
Və sizin üçün korporativ sosial məsuliyyət sizin üçün nə deməkdir? Varmı bu yöndə addımlarınız? Bundan da danışardınız bizə. Bəli, var. Hər il müəyyən büdcə ayırırıq. Büdcəyə deməm bəlkə də etik olmaya bilər, amma Maliyyə belə deyək, vəsaiti ayrılır. nəfər saylarını deyə bilərik. Bəli. Məsələn 2022-ci ildə 50 nəfərə, 2023-cü ildə 20 nəfərə, 24-cü ildə 5-10 nəfərə ayrı, 10-15 nəfərə ayrı. Ümumilikdə hər il ayırdığımız bəli korporativ sosial məsuliyyət olur. Hı -hı. Aysel xanım üçün uğurlu biznesin resepti nədir? Gəlir hədəfə vaxtında çatmaq. Məsəl üçün biz deyək ki, 7 ildir fəaliyyətdə göstəririk, amma müəyyən bir rəqəm var. Sən məzun elədiyin rəqəmlə də baxa bilərsən buna. Amma biznes daha çox sevir baxmaq ki, gəlir rəqəmi, mənfəət rəqəmi, net rəqəmi. İlk illərdə bu hədəf qoymaq düzgün deyil, çünki siz ancaq pula işləmiş olursunuz. Amma müəyyən bir vaxtdan sonra artıq biznes gəlir gətirməlidir, amma həm də bir şeyləri dəyişdirməlidir, game changer olmalıdır. Ölkədə fəaliyyət göstərsənsə, orada 1 nömrə olmalısan, 2 nömrə, top 3-də olmalısan ən az. Hər kəs deməlidir ki, məsələn, bu şirkətdən sonra ölkədə bu şey dəyişdi. Məsəl üçün beynəlxalq sertifikasiya bizim üçün o idi. Yanaşmaları dəyişmək bizim üçün o idi. Süni intellekti gətirmək bizim üçün o idi. İlk eləmək nələrisə bizə çox zövq verir. Bunu biz elədik. Ondan sonra hər kəs eləsin. Amma özün faydalı sevirsən axı ki, mən varlığım bir şey qatdı. Mən olmasam bu şey olmazdı. Bu bəlkə də insani ego və s. Amma bunu zəbt eləmirik ki özümüzdə. Hər kəsə paylayırıq, hər kəsə veririk. Eynilə. Ki onlar da yararlansın. Amma adımız belə şeylərdə hallananda bizə çox xoş gəlir komanda olaraq. Nə gözəl. Bəs gənclərə sahibkar olmaq istəyən xanımlara buradan nə səslənib, nə demək istəyirdiniz? Əgər alınmırsa ki, bu məndə neçənci cəhddən sonra alınıbdır, əslində bir 15 il əvvələ qayıtsaq, 15 il əvvəldən başlayaraq trial eləmişdim də, cəhdlər eləmişdim. Əgər alınmırsa, bu ya belə deyək də, üzülməyə gərək yoxdur və ya özümüzü mən deməli ki, mən bacarsam gərək yoxdur. Ya həqiqətən istiqaməti başqa yönə baxmalısınız ki, sizin başqa yöndə bacarığınız olacaq. Ya da bir neçə dəfə cəhd eləmək imkanınız varsa, bir neçə dəfə də cəhd eləmək olar. Əsas məsələ odur ki, yenə də deyirəm, qurban uğrunda çox verəcəksiniz, bunu əvvəldən bilək. Mən başlayanda təxmin eləyirdim, çox qurbanlara hazır idim verməyə, öz həyatından, gəlirlərindən, yəni 5 il siz gəlir demək olar qazanmırsınız. Əgər investorunuz yoxdursa da təbii ki. Yəni 5 il artıq belə deyək 25 məsələn yaşında başlamısınızsa 30 yaşına qədər nə geyimlərimizə, nə əyləncəmizə, nə çöldəki həyatınıza, nə özünüzə, dost tanışınızın ad gününə, toyuna, pul barədə çətini çəkirsiniz. Yəni buna öncədən hazır olmaq lazımdır. Çünki o pulun biznesə ehtiyacı var. Fokuslanırsınız işə. Bəli. Yəni o gəlir biznes qazanır. Amma siz hələ bazarda özünüzü sübut eləyənə qədər, neyinə qədər bir 3 il keçir. Ondan sonra da deyək ki, qazandınız. Ondan sonra da o qazanc o şirkətin özünə lazımdır, investisiya eləməlidir. Yəni özünü keçindirməlidir. Siz tələbələr, məsələn bizim кейsimizdə tələbələriniz üçün şərait yaratmaq üçün kompüterlər almışdıq. Bir yəni 150-yə yaxın kompüter. Onların xərcindən biz elə bil ki, mən qazanmırsınız bir müddətdə belə deyək. Onları gözə alıb başlamaq lazımdır. Əvvəldən bilmək. Yox, əgər bunları gözə almayacaqsınız, siz zaten gözə alsanız da o demək deyil ki, 100% alınacaq. Amma yəni əvvəldən hazırlıqlı olanda daha uğurlu ola bilərsiniz. Ən azı zaman itirmərsiniz. Nə gözəl. Təşəkkür edirik sizə. Aysel xanım, gəldiniz, uğurlarınızı bölüşdünüz. Bizi dinləyən insanlara da nə qədər motivasiya verdiniz. Yəni buna görə sizə dərin təşəkkür edirik. Qeyd eləyək ki, bugünkü qonağımız Bakı Dizayn Akademiyasının təsisçisi Aysel Gülməmmədova idi. Söhbətimizdən təkcə təhsildən yox, həm innovasiya, həm texnologiya, həm də analitik düşüncənin vacibliyindən danışdıq. Hər fikir bizə, dinləyicimizə yeni bir baxış verdi. Biznes incilərinin növbəti buraxılışında görüşərik. Sizinlə mən idim. Gülər Elxan qızı, hələlik.